Bismillahirrahmanirrahim. Hamınızı yenə də xoş gördük. İnşallah çalışacağım qısa olaraq bu dünyada, yəni Allah qatında ən xeyirli insanlar haqqında danışım. Və bu dünyada hər bir müsəlmanın, hər bir müminin əsas məqsədi, bəlkə də dünyada ən böyük arzusu Allah qatında ən xeyirli insan olmaqdır. Mən də inşallah bu əməllər haqqında danışacağım ki, bu əməlləri etməklə insanlar Allah qatında, yəni insanlar içərisində ən xeyirli insanlar olacaqdır. Bilmək lazımdır ki, bu dünyada salih əməllər baxımından insanların Allah qatında dərəcələri vardır. Yəni insanlar bu dünyada nə qədər salih əməllər edərsə, bilsin ki, qiyamət günündə onun Rəbbi yanında dərəcəsi qalxacaqdır. Bu barədə ayələr çoxdur. Bir ayəni gətirəcəm. Allah Subhanahu taala buyurur ki, Ən'am surəsində: "Likulli dərəcətin mimma amilu və ma rabbuka bighafil amma ya'malun." Onlar üçün etdiyi əməllərə görə dərəcələr vardır. Allah onların etdiklərindən xəbərsiz deyildir. Ona görə də insan bu dünyada nə qədər salih əməllər edərsə, Allah yanında ən xeyirli insanlardan olacaqdır. Mən də dərəcə etibarilə Allah qatında ən xeyirli insanlar haqqında danışacağam ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də buyurub ki, bu əməlləri etməklə insan Allah qatında ən xeyirli insanlardan olacaqdır. Yəni insanlar içərisində Allah qatında ən xeyirli insanlardan olacaqdır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, birinci, mən təalləməl Qur'anu və alləməhu. Birinci, Quranı öyrənən və digərlərini öyrədəndir. Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədisdə buyurur ki, sizin Allah qatında ən xeyirliniz Quranı öyrənən və digərlərini öyrədəndir. Ona görə də insan ən azı gün ərzində heç olmasa bir ayə oxumalı və onu bildiklərinə, övladlarına, yaxınlarına, dostlarına, tanışlarına çatdırmalıdır ki, bu hədisə daxil olsun. Allah qatında ən xeyirli insanlardan olsun. Və Allah Subhanahu bizi Quranı öyrənən, haqqı ilə ona yerinə yetirən və onu digərlərinə çatdıran qullarını etsin. Və Allah qatında ən xeyirli insanlardan edən qullarını etsin. İkinci isə hüsnül xulqdur. Buna gözəl əxlaq deyirlər. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, insanların Allah qatında ən xeyirlisi əxlaqı ən gözəl olanıdır. Ona görə də o cümlədən də əxlaq qiyamət günündə əməl tərəzisində ən ağır gələn nədir? Əməllərdən, ibadətlərdən biridir ki, insan gərək buna diqqət yetirsin. Üçüncü isə mən yurbiqu xayruhu və yu'minu şərruhu deyiləm. Yəni insanlardan daimi xeyir gözləyən və şərrindən əmin olan kimsədir. Peyğəmbər aleyhissalatü vesselam buyurur ki, sahabələrinə deyir, insanların ən xeyirlisi Allah qatında, yəni xeyri umulan, xeyri gözlənilən və şərrindən əmin olandır. Yəni xeyri umulan o deməkdir ki, insanlar ən xeyirli insanlardan daimi yaxşılıq görür, əxlaq görür və şərrindən əmin olan isə ondan heç bir pislik gəlməyəcəyinə, yəni inanır. Və Allah Subhanahu bizi o kimsələrdən etsin ki, bu əməllərini yerinə yetirməklə Allah qatında ən xeyirli insanlardan etsin. Sonra isə dördüncüsü xayrukum li əhlihi deyilir buna. Yəni ailəsinə qarşı gözəl davranandır. Peyğəmbər sallallahu əleyhi və səlləmdə xüsusda hədisi var ki, insanların Allah qatında ən xeyirlisi ailəsinə qarşı gözəl əxlaqla davranandır. Mən də ailəmə qarşı ən gözəl əxlaqla davrananlardan biriyəm. Ona görə insan ailəsinə, övladlarına qarşı gözəl əxlaq göstərməlidir ki, bu hədisə daxil olsun, Allah qatında ən xeyirli insanlardan olsun. Sonra isə mən ət'amut ta'amu və raddəs sələmi deyilir buna. Yəni yemək yedizdirən və salamı yayan kimsədir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm Allahın ona salamı və salavatı olsun buyurur ki, insanların Allah qatında ən xeyirlisi yemək yedirən və salamı yayan kimsədir. Ona görə də insanlar kasıblara əl tutmalı, sədəqə verməli, tanıdıqlarına da, tanımadıqlarına da salam verməlidir ki, Allah qatında ən xeyirli insanlardan olsun. Çünki qiyamətin əlamətlərindən də biridir ki, insanlar Peyğəmbər sallallahu buyurur ki, yalnız tanışlıq xatirinə bir-birini salamlayacaqlar. Ona görə xeyirli insanlar deyir, o dövrdə yaşayan ən xeyirli insanlar Allah qatında tanımadıqlarına da salam verdikdə
Yəni deyəcək ki, görəsən bu kimdir ki, bizə salam verdi. Ona görə insan tanıdıqlarına da, tanımadıqlarına salam verməklə Allah qatında insanlar içərisində ən xeyirli insanlardan olacaqdır. Sonra isə 6-cısı, səhv eləmirəmsə, insanlara ən faydalı olan kimsədir. İnsanlara ən faydalı olan kimsədir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, insanların Allah qatında ən xeyirlisi insanlara ən çox fayda verən kimsədir. Yəni, insanlar digər bu xeyirli insanlardan daimi fayda görür. Daimi gözəl əxlaq görür, gözəl nəsihət görür, gözəl ədəb görür, gözəl əməllər görür ondan. Ona görə də digər insanlar da Peyğəmbər sallallahu buyurur ki, onlar Allah qatında ən xeyirli insanlardan sayılır. Sonra isə Allahdan qorxan, yəni Allahın hududlarını aşmayan, yəni Allahın əmrlərini yerinə yetirən, qadağalarından çəkinən, bir də doğru danışan dildir. Sual verirlər ki, Peyğəmbər sallallahu sahabələr, ya Resulullah, insanların ən fəzilətlisi, Allah qatında ən xeyirli insanı kimdir? Peyğəmbər sallallahu buyurur ki, təqvalı olan və bir də doğru danışan dil. Allah subhanahu taala bu ayədə Əhzab surəsində buyurur ki, ya əyyuhəl-ləzin əmənəttəqullahə, iman gətirən Allahdan qorxun, və qulu qavlən sədidən. Və doğru söz söyləyin ki, yuslih ləkum əmələkum və yaxfur ləkum zunubəkum. Allah sizin əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Və Allah subhanahu taala diləyirəm ki, Allah subhanahu taala bizi təqvalı olan qəlb və doğru danışan dil nəsib etsin ki, Allah qat insanlar içərisində, yəni Allah qatının ən xeyirli insanlardan bizi etsin. Sonra isə fitnə zamanı fitnədən uzaq duran kimsədir. Peyğəmbər sallallahu buyurur ki, fitnə vaxtı fitnədən uzaq duran, yəni atına minib Allah yolunda cihad edən, insanları tərk edib Allah'a ibadət edən və şərindən qorunan insanlar Allah qatında ən xeyirli insanlardır. Sonra isə ədalətli hökm verən hakimdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, insanlar qatında ən xeyirli insan ədalətlə hökm verən hakimdir. Və Allah subhanahu taala diləyirəm ki, bizi insanlar içərisində bu əməlləri etməklə ən xeyirli insanlardan etsin. Bunu ilk öncə özümə, sonra da eşidən hər bir kəsə faydalı etsin. Subhanəkallahumma bihamdik, əşhədu an la ilaha illə əntə, əstəğfiruka və etûbu ileyh. Esselamu aleykum və rahmetullah.